Baxın, bu atlivalarımızı vurmuşuq və iplə vurmuşuq da. Bunun xüsusi dediyim kimi mesmar yerləri var. Zazorlarını düzəldirsən, vurursan və biz ora ip çəkib vurmuşuq. Baxın, bir indi düzlüyünə. Baxın, keçirtmələri var, hamısı yəni dəqiqliyi ilə keçir. Görün, yəni bu başqa bir şeydir də, yəni görün nə qədər, yəni heç bir malı iplə çəksin, beləsin dəqiq işləyəməzsən. Deşikləri elə dəqiq qoyurlar ki, mismar yerlərin. Yəni bu dərəcədə düzgün alınır. Dostlar, bu matın Aranovu da burada sexdə hazırlanma deyil, xaricdən hazır formada gəlir. 1.20 boyundadır, kənarlarında göründüyü kimi kəsiklər var. Belə şpilkası var, bu şpilka ilə taxılır bura, yəni vurulur. Göründüyü kimi baxın bu formada və göründüyü kimi ortasında belə bir tramplini var ki, buradan gələn sular digər tərəfdən qalxmasın. Bax, iş budur, bax. Sənət görmək sizə baxın, bax. Bütün hamısı xətlə gedib. Mil kimi. Bu matın izolyasiyasıdır. Ətəkdə Euroventin 2 qat skotu çəkilib. Atlivanın üzərindən çəkib paylaşmışam bunu. Baxın, ətəyi də düz və buradan gedəcək, töküləcək inşallah noğun içinə. Bu hissədə havalanma plankası olacaq. Əsərə bax, maşallah olsun. Tam 45 dərəcə ilə gedir. Bax, gözəlliyidir, maşallah.